Bölgə TV-yə müraciət edən Qulyeva Gülçöhrə bildirib ki, Bakı şəhəri Binəqədi rayonu 28 may qəsəbəsi Koroğlu küçəsi giriş 4A ünvanında yerləşən qeyri-yaşayış binasında fəaliyyət göstərən obyektin ön fasadını yeniləmək məqsədi ilə o Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət edib. Şikayətçinin sözlərinə görə müraciətdən əvvəl Binəqədi rayon İcra Hakimiyyətinin əməkdaşları obyektə baxış keçiriblər. İlkin mərhələdə heç bir problem aşkarlanmasa da, daha sonra sahibkara obyektin söküləcəyi bildirilib. Qulyeva Gülçöhrə səbəbini öyrənmək istədikdə isə ona sənədlərinin olmadığını deyiblər. Lakin o bütün lazımi sənədləri təqdim etdiyini və onların nəzərə alınmadığını bildirib. Bundan əlavə Qulyeva Gülçöhrə iddia edir ki, İcra Hakimiyyətinin əməkdaşı ona təzyiq göstərib və bu hadisəni o video qeydə alıb. Sen ben bu böyle... Gel ben telefonla ararım. Allah'ım Gel telefonu götür. Niye ki? Götür bu adamı. Niye ki? Niye? Götür Niye? telefonu. Niye sen yalan danışanda Ben yalan onu... konuşmam. Ben sözünü düzgün deyirəm. Düzünü deysen düzdür. Ben sözünü Yo, düzgün deyirəm. düzünü de ha. Oradan karşı. Sahibkarın sözlərinə görə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri əraziyə baxış keçirərək hər hansı problem olmadığını bildiriblər və 15 gün ərzində cavab veriləcəyini vəd ediblər. Lakin bir ay sonra müraciətinə rədd cavabı gəlib. Belə bir halda sahibkar sual edir. Mənim obyektimdən başqa hamı düzəliş edə bilir. Bəs bu hansı ədalət prinsipi ilə uyğun gəlir? İndi isə şikayətini dinləyək. Binəqədi rayon İcra Hakimiyyətinin bütün işçiləri mənim obyektimə gəldilər. Xeyli texnika, insanlarla Elşan adında bir şəxs özünü təqdim elədi və bütün qurumları çağırmışdılar ora və mənim obyektimin söküləcəyini mənə dedilər. Mən də nəyə əsasən söküləcəyini dedim. Mənə dedilər sənədiniz yoxdur sizin, qeyri burada tikili gedir. Mən sənədimi prezidentin sərəncamı ilə portal üzərindən aldığım sərəncamla çıxarışımı təqdim elədim onlara. Çıxarışımı təqdim eləsəm də icradan gələn şəxs mənim sənədimi heçə sayaraq öz bildiyini dedi. Biraz keçdi, şəhərsalmadan bir şəxs gəldi. Şəxs gəldi və dedi ki, sənədləri baxdı, məndən bir köhnə şəklini istədi ki, görsün nəysə artım var, gördü yox. Mənə dedi və orada yazılar da var, səs yazıları, bütün çəkilişlər var mənim əlimdə. Dedi, heç bir problem yoxdur. İcra Hakimiyyəti hətta mənə içəridə təmir eləməyimə də icazə vermirdi. Şəhərsalma dedi, təmiri elə içəridə, çöldə heç bir iş görmürsən. Dedi, müraciət eləmisiniz şəhərsalmaya? Dedim, bəli. Dedi, 15 gün iş ərzində sizə müsbət cavab veriləcək. Siz dəyişikliyinizi eləyərsiniz, ona qədər çöl fasadına əl vurmayın. Mən də müraciətimdən 15 gün keçsə də, 15 günün içində cavab gəlmədi. Bir aydan sonra mənə rədd cavabı gəldi və rədd cavabı gəlir, mənə gəlir. Mənim ətrafımdakı bütün obyektlər, hər biri mənim verdiyim hündürlükdən, endən daha çox hündürdülər. Enli vitrin şüşələr qoyublar. Mənə əsas göstərirlər rədd cavabını ki, yol çəkiləcək burada. Bu yol təkcə Qulyeva Gülçöhrənin obyekti üçün çəkilir, icazə vermirlər. Daha sonra əməkdaşlarımız Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə əlaqə saxlayıblar. Qurumdan bildirilib ki, müraciətə rəsmi qaydada cavab verilib və tərəflərdən qanun çərçivəsində hərəkət etmələri tələb olunur. Lakin Qulyeva Gülçöhrə bu cavabla qane olmadığını bildirib, onun sözlərinə görə vəkili ilə məsləhətləşdikdən sonra məsələ ilə bağlı Prezident İlham Əliyevə müraciət edəcək. Dilbər Vüqar qızı, Bölgə TV.